Kupçalı 2 mərtəbədən söhbət gedir. Qiyməti qoyub bəri başdan deyim, cəmi 5 otaqdan Kupçalıdan söhbət gedir. 45.000 manatdan. Cüzi endirim olunacaq. Çünki elə bir qiymətdir ki, dayanacaq yerdə, yəni bu qiymətə 5 otaq, üzrsə 4 otaqdır, 5 otaq eləmək mümkündür. İnşallah. Ərazimiz də deyəcəm inşallah sizə mərkəzdə yerləşir, yəni kəndin içində yerləşir. Məktəbə, bağçaya, çıxışa, avtonoka, dayanacaq çox yer. Evə kimi də asfaltdır, kanalizasiyamız da mərkəzi, kommunallar da hamısı qaydasında. Kupçalı bir evdən söhbət gedir. Allah evi olmayanlara Allah ev qismət etsin. Buyuraq baxa evimizə. Bax, bu evimizin qonaq otağıdır. Bəri başdan deyim ki, evimizə təmirə ehtiyac var. Çıxışı göstərəm, kombi, evimizin hazır radiator da var, kombisi də var, çöldədir. Və buradan girişdən, bax, beləsinə bir hazır buranın radiatoru var. Şkaf nəzər tutub, pəncərəsi. Bax, belə bir divar, qalın divarlardandır. 2 mərtəbəli evdən söhbət gedir. Həyətə çıxışdı bir dənə, bax, beləsinə. Burada sanitar qovşağımız yerləşir hazırda. Belə bir sanitar qovşağıdır. Bax, beləsinə bir dənə otaqdır. Burada kombisi falanlar, hamısı burada yerləşir. Kimi bura deyirsən, hə. Bax, burada beləsinədir. Hazırda bizdir. Yenə deyim ki, evimiz qalın divarını 2 mərtəbədən söhbət. Bax, beləsinə. Hə, qoysan da istəsən. Göründün qədir. Və birinci mərtəbədə bax, burada beləsinə bax, təmirsiz vəziyyətdir. Kim istəsə ev otaq eləyə bilər, amma hal-hazırda yuxarıda yaşayış üçün İngilvarı əl gəzdirməlidir. Amma burada konkret təmirə ehtiyac var. Üstü də monolitdir hazırda. Qiymət dediyim kimi 45.000 manatdır hal-hazırda. Bax, belə bir evdir. Divarlar görsünüz qalındır, həqiqətən divarlarımız qalındır. Deməli 2 otaq, 4 otaqımız, bir də balaca otaq, 5 otaq. Yəni istəsəz buranı da təmir edə bilərsiniz. Yerləşmə yerini deyirəm, Balaxanda mərkəzdə yerləşir. Balaxanda mərkəzdə yerləşir. Bura Yüngülvarı, Əlgəz, tavan hündürdür, 11-ci tavan həqiqətən hündürdür. Və yenə deyim ki, qiymətimiz 45.000 manat Kupçalı 2 mərtəbə və Balaxanda mərkəzdə yerləşir. Allah'a emanet olun. Allah inşallah ev olmayanlara Allah ev qismət. Sağ olun, var olun.